Salam əziz dinləyicilər. 18 may dəyər sınaq 8. 10-cu siniflərin suallarına baxacağıq. Listening mətni verilib və aşağıda tərcüməsi də verilib. Siz videonu saxlayıb bu şəkildə baxa bilərsiniz. Mən sizin çox vaxtınızı almayım. Keçək suallara. Mətn əsasən nə haqqındadır? How animals sleep in winter. Heyvanlar qışda necə yatır? How long machines work. Makinalar, cihazlar nə qədər işləyir? How to play sports safely. İdmanı təhlükəsiz şəkildə necə oynamalı? How living things grow and age. Deməli, canlılar necə böyüyür və yaşlaşır. Bəli, söhbət ümumiyyətlə bundan gedir. Canlılar, onların həyatı, uzun ömürlüyü, istər insanların, istər heyvanların, istər bitkilərin. Why small animals run fast? Nə üçün kiçik heyvanlar daha sürətlə qaçır? Bu əsas fikir deyil. İkinci sualımızda doğru fikri seçmək tələb olunur. Machines can repair themselves like living things. Yəni bu makinalar da canlılar kimi özlərini belə deyək, təmir edə bilərlər. Xeyr. Bats and hedgehogs live longer because they sleep more. Deməli, yarasalar və kirpilər daha çox yaşayır, çünki daha çox yatırlar. Doğru fikirdir. People can live forever if they rest enough. İnsanlar sonsuza qədər yaşaya bilərlər, əgər kifayət qədər dincəlsələr. Xeyr, bilirik ki, insanın ömrü bir yerə qədərdir. Yəni, bütün canlılar ölür. Crocodiles live short lives because they move slowly. Timsahlar çox qısa həyat yaşayır, çünki onlar yavaş hərəkət edir. Xeyr. Mice live a long time because they eat a lot. Siçanlar daha uzun müddət yaşayır, çünki onlar çox yeyir. Bu da mətnə görə yanlış fikirdir. Some animals live longer because bəzi heyvanlar daha çox yaşayır, çünki they eat a lot of food, çoxlu yemək yeyirlər. Xeyr. They move a lot every day, hər gün çox hərəkət edirlər. Xeyr. They use less energy, xüsusilə yatmaq üçün istifadə, yəni daha az enerji xərcləyirlər. Bu doğrudur. They live in the water, suda yaşayırlar. They use more energy, daha çox enerji xərcləyirlər. Xeyr. Keçirik bizim açıq suallarımıza. Why is it important to eat well, rest and sleep enough? Yəni, yaxşı yemək, istirahət etmək və kifayət qədər yatmaq nə üçün önəmlidir? Çünki o, bədənimizi belə deyək də gücləndirir deməli. It helps, ya da this helps, fərqi yoxdur. The body stay strong. Bu və buna bənzər eyni mənalı ifadə ilə cümlələr yazmaq olar. We can live longer and feel better if we. Əgər biz neynəsək, daha çox yaşaya, yəni uzun müddət yaşaya və özümüzü daha yaxşı hiss edə bilərik. Əgər vücudumuzun, bədənimizin qayğısında qalarsaq hər gün belə olmalıdır. Take care of our bodies every day. Write one adjective from the passage that describes the word food. Food sözünü təsvir edən sifəti seçmək tələb olunur. O da healthy, yəni sağlam qida. Sağlam sözü bizim doğru cavabımızdır. Keçirik qrammatikaya. 7-ci sualda düzgün sual cümlələrini seçmək lazımdır. Biz bilirik ki, V ilə başlayıb həm də mübtada cümlənin daxilindədir və solunda və sağında belə də köməkçi və əsas feil olmalıdır. Baxırıq birinci suala. Where does your cousin live now? Bəli, bu düzgün formasıdır quruluş olaraq sentence structure-ın. İkincisi isə onun səhv versiyasıdır. Üçüncüdə bəli, yəni is ilə living-in arasındadır cousin. Bu da doğrudur. 4-də isə sonraya verib, yəni 1 və 3 doğru variantdır. 8-ci sualda last weekend keçmiş zaman olduğuna görə C feilinin keçmişi, yəni mən gördüm, görüşdüm xalamla, so doğru cavab olacaq. I invited two of my classmates, but iki sinif yoldaşımı dəvət etdim, amma deyirsə, yəni ikisindən heç biri gəlmədi olacaq. Neither-də ikisindən heç biri olduğuna görə doğru cavab B variantıdır. Recommend, tövsiyə etmək. Yəni, to suggest something as useful or suitable, bir şeyin faydalı olduğunu təklif eləmək. Investigate, araşdırmaq. Yəni, to carefully examine
something bir şeyi diqqətlə tədqiq etmək, incələmək yəni. To participate, iştirak etmək. To take part in an activity or event, bir tədbirdə, fəaliyyətdə iştirak etmək olacaq. Doğru cavabımız D variantı. Choose the pair of plural nouns, cəm isimlər cütlüyünü seçin deyir. Rice, düyü təkdədir, lice cəmdədir. Lausun cəm formasıdır. Leaf, yarpaq təkdədir, species cəmdə verə bilirik. News təkdədir, geese, qazlar cəmdədir, advice təkdədir, leaves, leafin, yəni yarpaqlar o cəmdədir, amma hər ikisi cəm olan teeth və oxen, yəni dişlər və öküzlər Y variantı doğru cavabdır. 12-ci sualda düzgün nida cümləsini seçmək tələb olunur. How wonderful the music sounds, yəni the music sounds wonderful sifətdir, doğrudur. Ha ilə başlayır. What a terrible traffic it is. Biz bilirik ki, cümlə quruluşu doğrudur burada, amma traffic sayılmadığına görə qarşısında a article olmaz. Ona görə səhvdir. How friendly your neighbors are. Və burada düzgün cümlədir. Your neighbors are friendly. Yəni ha ilə də başlayıb cümlə. What delicious soup is this yox, this is olmalıydı. Ona görə səhvdir. What a noisy place this is. This is a noisy place. Bu da doğru variantdır. Yəni 1-3-5 A variantı doğru variantdır. 13-də make up a sentence, cümlə qurmaq tələb olunur. Deməli, my sister plays tennis with her friends at the club. Yəni, bacım tenis oynayır dostları ilə klubda. Bu da doğru cavab C variantı. I usually go to the gym in the morning. Səhərləri go to the cinema kimi the article-ından istifadə edirik. Before, yəni işdən əvvəl burada belə deyək də article ehtiyac yoxdur. Zaten sayıla bilməyən isimdə həm də B variantı bizim doğru variantımızdır. Keçirik 15-ci suala. Neither my sister nor her friends. Biz bilirik ki, neither norlu ifadələrdə xəbərə yaxın olan isim nədirsə, yəni cəmdirsə, xəbər də cəm, təkdirsə xəbər. Friends cəm olduğuna görə deməli, xəbər də cəm olmalıdır. Yəni, are burada bizim doğru variantımızdır. Digər variantlarda hamısı təkdir. The instructions were unclear. Yəni, təlimatlar aydın değildi. So, students completed task correctly. Ona görə də tapşırığı şagirdlər düzgün şəkildə yerinə yetirdilər. Demək ki, çətin isə aydın deyildisə ümumiyyətlə. Yəni, heç kim ya da çox az şagird bunu eləyə bildi. Ona görə few azlığı ifadə edən sözdür və students cəmdə olduğuna görə uyğun variant Y variantıdır. Many, a lot of çoxlu ifadə edir. Much da, only, a little bunlar sayıla bilməyən isimlər işlənir. 17-ci sualda bağlayıcı seçməliyik. Emma didn't come to the meeting. Emma iclasa görüşə gəlmədi. She had a lot to say. Deyəcək çox şey vardı. Amma olacaq, ziddiyyət əmələ gətirir. Burada indi amma yoxdur. Ona görə varianta baxırıq. Because burada səbəb nəticə yoxdur. So olmayacaq. Yəni bu da aynı mənada. Unless olmasa deyir. Or da düzgün. Demək olacaq. Baxmayaraq ziddiyyət əmələ gətirən bağlayıcı. Baxmayaraq ki, deyəcək çox şey var idi, amma iclasa gəlmədi kimi fikirləşirik. We asked the manager the meeting until next week. Burada mürəkkəb tamamlıqdır. İkinci hissəsi, yəni aska görə, üçüncü qrup feil olduğuna görə feil to ilə ifadə olunmalıdır, to'lu məstərlə. O da Y variantında postpone təxirə salmağa xahiş etdik deyir. You smoke here, it is a no smoking area. Bura sigaret çəkilməyəcək yerdir. Deməli, sən burada sigaret çəkə bilmərsən. Yəni, çəkməməlisən. İnkarda olmalıdır. C variantı haven't to belə bir quruluş yoxdur. Yəni, onun inkarı don't have to ya da doesn't have to. O da zaten məna fərqli olur. Mustn't çəkməməlisən, yəni qadağa var kimi fikirləşsək, burada D variantı uyğun variantdır. 20-ci sualda hər iki cümləyə uyğun gələn söz önünü seçmək tələb olunur. Capable of-la işlənir, yəni bacarmaq, able-la təxminən sinonimdir. She is capable of doing this job well. Bu işin öhdəsindən yaxşı gələ bilir, bu bacarığı var. Are you aware of, yəni fərqində olmaq, agah olmaq. The new changes, yəni yeni dəyişikliklərdən xəbərim var mənasında. Hər ikisində of işlənir, doğru cavab Y variantıdır.
21-ci sualda verilən cümləni məhsula çevirməliyik. He broke the window. Window bizim yeni mübtədamız olacaq. Broke keçmiş zamanda olduğuna görə, deməli to be-nin keçmiş zaman forması was were və feilin üçüncü forması broken olacaq. Window təkdə olduğuna görə the window was broken, deməli pəncərə sındırıldı onun tərəfindən. She drives than her brother, especially in traffic. Deməli burada birincisi zərf gəlməlidir, çünki burada feil var, hərəkət var. Ona görə carefully konkret olacaq. Than də müqayisə istəyir bizdən. Carefully önünə də more artırır olur. Müqayisə dərəcəsində olan zərf. Doğru cavabımız B variantı olur. Keçirik mətnimizə. Deməli, mətndə nədən danışılır? In Japan, students are very good at maths. Yəni, Yaponiyada şagirdlər riyaziyyatdan yaxşıdır. They often do better in maths than students in England and Wales. Yəni, İngiltərə və Waleslə müqayisədə riyaziyyatda daha yaxşı onlar bacarırlar, yəni yaza bilirlər. Japanese schools use the same amount of money for education as other countries, but they have better results. Onlar da təhsilə digər ölkələr kimi eyni miqdarda pul xərcləyirlər məktəbləri, amma nəticələri daha yaxşıdır. This is because of their teaching style and strong attitudes. Bu nədən qaynaqlanır? Onların deməli dərs keçmə tərzindən və güclü davranışlarından. In Japanese schools, students have maths lessons in quiet big classrooms. Deməli, Yapon məktəblərində şagirdlərin riyaziyyat dərsi sakit və böyük siniflərdə olur. All students are treated the same. Bütün şagirdlərə eyni şəkildə rəftar edilir. They sit in rows and listen carefully. Sırada oturub və diqqətlə dinləyirlər. Lessons are 50 minutes long with a break after. Yəni 50 dəqiqəlik dərslər olur. Teachers start with a bow and give clear instructions. Yəni müəllim gəlib salam verir, yəni təzim edir və belə deyək də aydın şəkildə təlimatları verir. The books are the same for all schools. Bütün məktəblər üçün kitablar eynidir. Teachers show examples on the board and then students try the problems themselves. Müəllimlər lövhədə nümunələri göstərir. Sonra da şagirdlər problemləri özləri həll etməyə çalışırlar. Students help each other and want to do well. Şagirdlər bir-birinə kömək edir və daha yaxşı etmək istəyirlər. Teachers give extra help to students who find it hard. Yəni hansı ki şagird onu tapmaqda çətinlik çəkir, müəllim ona əlavə kömək edir. Parents also support their children. Valideynlər həmçinin uşaqlarına dəstək olurlar. Some children even go to private schools called juku after school. Bəzi şagirdlər hətta dərsdən sonra juku adlanan özəl dərslərə gedirlər. In Japan, working hard is very important. Yaponiyada çox işləmək çox vacibdir. Students learn by repeating the facts and understanding them. Yəni uşaqlar faktları təkrar etməklə öyrənirlər və onları anlayırlar. The focus is on getting better, not just being the best. Yəni burada əsas məqsəd nədir? Daha yaxşı olmaq. O demək deyil ki, ən yaxşısı olasan. Yəni sadəcə ən yaxşı olmaq deyil məqsəd. Everyone in the class wants to learn and improve. Sinifdə hər kəs öyrənib və inkişaf etmək istəyir. Doğru fikirlər seçmək tələb olunur. Japanese students are usually very quiet in class. Yapon şagirdlər sinifdə adətən çox sakit olurlar, doğrudur. Japanese students help each other learn. Bəli, Yapon şagirdlər öyrənməkdə bir-birlərinə kömək edirlər. Students in Japan only study at home, not at school. Yaponiyada şagirdlər sanki sadəcə evdə, yəni məktəbdə oxumurlar, yanlış fikirdir. Parents do not help with children's studies, yəni valideynlər uşaqların belə deyək də dərslərində kömək etmirlər deyə. Bu da yanlış fikirdir. 1-2 doğru cavabımızdır. Mətn əsasən nə haqqındadır? How Japanese schools teach maths. Yapon məktəbləri riyaziyyatı necə keçir? What Japanese students eat for lunch. Deməli, Yapon şagirdlər nahara nə yeyirlər? Bu da yanlış fikirdir. Yanlış fikirdir, daha sonra mətnin əsas ideyası o deyil. How Japanese students play at school. Yapon şagirdlər məktəbdə necə oynayır? The number of students in each class. Hər bir sinifdəki şagirdlərin sayı. Where Japanese schools are built.
built Yapon məktəbləri harda tikilib? Doğru cavab A variantıdır. Yəni burada söhbət riyaziyyatı necə keçilməyindən gedir. 25-ci sualda cümlə tamamlamalıyıq. Japanese students do well in maths because Yapon şagirdlər riyaziyyatda yaxşıdırlar. Çünki they use computers in every class. Hər dərsdə kompüterdən istifadə edirlər. They do not have any homework. Onların ev tapşırıqları olmur. They work hard and help each other. Çox gərgin çalışır və bir-birlərinə kömək edirlər. Bu doğru cavabdır. The teachers give fun games every day. Hər gün onlara əyləncəli oyunlar verir. Xeyr. They only study at private schools. Çünki onlar yalnız özəl məktəblərdə oxuyurlar. Bu da yanlış fikirdir. Why do students go to Juku in Japan? Nə üçün şagirdlər Yaponiyada Jukuya gedir? To play games after school. Məktəbdən sonra oyun oynamaq üçün. To get extra help and study more. Əlavə kömək alıb və daha çox öyrənmək üçün. Bu doğrudur. To help their teachers teach better. Müəllimlərinə daha yaxşı keçməyinə kömək etmək üçün. Xeyr. To sing and dance in the evening. Axşam oxuyub rəqs etmək üçün. To avoid doing homework at home. Evdə ev tapşırığını etməkdən boyun qaçırmaq üçün. Xeyr. Doğru cavabımız B variantıdır. Növbəti açıq suallara baxırıq. Which word from paragraph 1 best fits the following definition? How much something is? Bir şeyin nə qədər olduğu, yəni miqdar sözünü, amount sözü doğru cavabımızdır. Write the antonym of the word noisy from paragraph 2. Abzas 2-də noisy, yəni səs-küylü sözünün əks mənalısı quietdir. Və 29-da verilən cümləni tamamlamalıyıq, amma yerdə qalan hissədə ən az 2 sözü dəyişərək bunu tamamlamaq lazımdır. Teachers show examples on the board. Müəllimlər lövhədə nümunələri göstərir və sonra then students try the problems themselves. Sonra problemləri özləri həll etməyə çalışırlar. Burada then'in yerinə after that, next, later belə verə bilərik. Try yerinə burada qeyd olunmuş feillər və ona bənzər feillər ola bilər. Yəni məsələni həll etməyə çalışmaq ifadələri verə bilərik. Tasks, exercises, themselves-in yerinə belə deyək də özləri tək başına mənasında kömək olmadan individual olaraq kimi ifadələrə yer verə bilərik və bizim ən az 3 sözdən ibarət olan esse fikrimizi ifadə eləmə sualımıza baxırıq. Why is it important for students to help each other in class? Nə üçün şagirdlər üçün deməli sinifdə bir-birinə kömək etmək vacibdir? Burada da siz özünüzə uyğun şəkildə fikrinizi əsaslandıraraq essenizi tamamlaya bilərsiniz. Bu da bir nümunə olaraq sizə verilib.